Hoş gördük. Saz Söz Məclisi bugün xoş bir soraqla qarşınıza çıxıb. Yəqin ki, ümumi görüntüdən də görürsünüz ki, qarşımızda kitablar var. Aşıq dastanları, 3 cildlik. Bu 3 cildlik dastan son zamanlar ərsəyə gəlib. Yəni təqribən bir ilin içərisində bunların nəşr prosesi gedibdir. Amma bu dastanların ortaya gəlməsi, gerçəkləşməsi, təqdim olunması təqribən 6 ilə yaxın bir müddətdir. Yəni 6 il bundan qabaq bax bu studiyada, o vaxt Saz Söz axşamı idi, indi Saz Söz Məclisi olan bu studiyada bu dastanlar ilk olaraq ustad aşıqlarımız, sonra da yeni nəsil aşıqlar tərəfindən danışılmağa başladı. 35-dən yuxarı dastan bu müddətdə danışılıbdır. Və o dastanlar Abbas Gülgəz, Qurbani, Xəstə Qasım, ən müxtəlif dastanlar burada cəmləşiblər. Bunlar fərqli dastanlardır. Yəni birbaşa aşığın ifasından və Azərbaycan televiziyasının mədəniyyət kanalında canlandırılan dastanlardır. Onları yazıya alınıblar və bu layihənin müəllifi kimi həm Azərbaycan televiziyası, həm də Azərbaycan Aşıqlar Birliyi müştərək müəlliflərdir. Yəni biz bu addımı atmışıq və 3 cilddə dastanlar ərsəyə gəlib. Təqribən burada 1500 səhifəyə yaxın mətn var və dastanların da sayı, yenə də deyirəm, 30-dan yuxarıdır. Belə unikal nəsr son zamanlar heç bir yerdə olmuyor. Bu aşıqlar bugün yaşayırlar. Bu dastanları danışan aşıqların əksəriyyəti yaşayırlar və sənət meydanındadılar. O mənada canlı ifaları televiziyamızda, burada dastan axşamlarında səsləndirmişik və onları da ərsəyə gətirmişik. Mən bir daha bütün Saz Söz ictimaiyyətini ürəkdən təbrik eləyirəm və belə bir gözəl nəşrlə qarşılaşıblar və Azərbaycan Aşıqlar Birliyi özünün müxtəlif bölgələrdə olan filiallarında, belə deyək ki, rayonlarımızda, kəndlərimizdə bu dastanları təqdim eləyəcək, musiqi məktəblərində və s. geniş yayılacaq. Buradan yəni bir dərs vəsaiti kimi də çox istifadə eləmək olar. O mənada illər boyu Azərbaycan televiziyasında Aşıqlar Birliyinin gerçəkləşdirdiyi bir maarifçilik işini son olaraq kitab halında da görürük. Əlbəttə ki, dastanlar özləri televiziyanın qızıl fondunda qorunur, onları da oradan dinləyirsiniz, eşidirsiniz və bu ənənəmizi davam elətdirəcəyik. Gəldik bugünkü verilişimizin özünə. Bugünkü verilişimizi zaman zaman görürsünüz ki, müxtəlif bölgələrimizdən aşıqlarımızı təqdim edirik. Amma bir bölgəni heç təqdim eləməmişik. Yəni zaman Gəncəbasarı da görmüşsünüz, Kəlbəcəri də, Laçını da, Şirvanı da, ən müxtəlif bölgələrimizi təmsil edən aşıqları çağırıb ifalarını dinləmişik. Amma Azərbaycan Aşıqlar Birliyinin son vaxtlar ərsəyə gətirdiyi bir filial var ortada. Bu Sumqayıt, Abşeron bölgəsini əhatə edən bir filialdır. Bu filial yeni yaradılıb və o filialda xeyli dərəcədə maraqlı işlər gedir. Biz artıq filialın yeni binasını da orada təqdim elədik. Aşıqlarımız yığışdılar və gördük ki, çox maraqlı ifaçılar var və gəlməkdədirlər. Bu verilişi ortaya gətirməkdə məqsədimiz odur ki, ənənə axar davam eləsin. Görsünlər ki, Sumqayıt, Abşeron bölgəsində həm tarixən oradan olan aşıqlar, həm də Azərbaycanın ən müxtəlif yerlərindən, Qubadlıdan, Laçından tutmuş ta Gəncəbasara, Qazağa qədər, Göyçəyə qədər ən müxtəlif yerlərdən aşıqlarımız gəlib, orada cəmləşiblər, bugün də orada fəaliyyətdədirlər. Onları təqdim eləməyi düşündük. Və görəcəksiniz ki, maraqlı səslər var. Burada Qazaxdan, Gəncəbasardan, Göyçədən, Kəlbəcərdən gələn boğaz səsləri var və yaxud Şirvan ənənəsindən gələn keyfiyyətlər var. Bunları görəcəksiniz və şübhəsiz ki, biz zaman içərisində başqa bölgələrimizə də diqqət eləyəcəyik. Amma Sumqayıt cavan bir şəhərdir. Elə cavan da deyil. Əslində, məsələn, yaşı xeyli var. Amma bütün, məsələn, Gəncə ilə, Şamaxı ilə müqayisədə, Naxçıvanla müqayisədə cavan şəhərdir. Amma bu cavan şəhərin içərisində milli ruhu, milli tarixi ruhu ifadə edən aşıqlarımız var. Bunlar da daha çox Azərbaycan milli dövlətçilik ənənəsinə, düşüncəsinə sahibdirlər və onları da öz ifalarında göstərəcəklər. Bismillah eləyərək başlayaq.
biz ilk ifa kimi Sahil Qurbanovu meydana çıxarmışıq. O bir qəhrəmanı ifa eləyəcək. Sumqayıt Abşeron bölgəsinin maraqlı ifaçılarından biridir. Həm də gözəl bir musiqi müəllimidir, saz müəllimidir. Yanında da bizim gözəl balabançımız gəlibdir, Vaqif Xanlaroğlu. Bir qəhrəmanı ilə görək Sumqayıt filialının ab-havasının, nəfəsini nə cür çatdırırlar. Buyur. Hikmeti var deryadan derin, sözün hikmeti var deryadan derin. Sanarsan sanmarsan özü bilersen. İnsan yanmalıdır insanoğluna, insan yanmalıdır insanoğluna. Yanarsan yanmarsan özün bilersen. Alaylay balam alaylay, alaylay sonam alaylay, alaylay gülüm alaylay. Yanarsan yanmarsan özün bilersen. Niyeynim, 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 bala niyeynim, sana niyeynim, bemen niyeynim. Ay gülüm, 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 gülüm. Neyliyim bir ömür yaşadım çetin, neyliyim bir ömür yaşadım çetin. Yine eğilmedim dayandım metin, ay canan bel olmaz ay gülüm, bel olmaz ay canan bel olmaz. Halik'in hikmetin, hakkın kudretin, Halik'in hikmetin, hakkın kudretin. Anarsan anmarsan özün bilersen. Ay balay 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 balay. Anarsan aymarsan özün bilersen. Niyeynim, niyeynim, bala niyeynim, sana niyeynim, bemen niyeynim. Ay gülüm, 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 şirin dilim. Yaşama dünyada kalbi dar kimim, yaşama dünyada kalbi dar kimi. Allah dediğimi hirdar kimi. Sen aşığım bayı sanatkar kimi, sen aşığım bayı sanatkar kimi. Sanarsan sanmarsan özün bilersen. Ay balay balay balay
sarı gel gedək birimize sarı Bakıdan tərpənək ter bize sarı Ay balay 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 Var ol qəhrəmanı ruhunu böyük bir ustadın sözlərindən oxudun. Umbay Axundov. Bu il ustadın 85 yaşıdır inşallah. Burada bu verilişdə onu dəvət eləyib yubileyini qeyd eləyəcək. Elə səni də çağırarıq gələrsiniz. Çox gözəl bir təqdimat elədiniz. Mən bilirəm ki, sən əla bir saz müəllimisən. Bu oxu yolunu, bu nəfəsi, bu boğazı gənclərə, yeni nəsilə öyrətkinən o da bizim bəsimiz olacaq. Var olasan. Çox sağ olun. Hər ikiniz var olun. Neçə müddətdir ki, bizim verilişlərimizdə tez-tez Çərkəz Qurbanovu görürsünüz. Bu səbəbsiz deyil. Çərkəz Qurbanov neçə aylar boyudur ki, Sumqayıt filialının, Yanaşıqlar Birliyinin, Sumqayıt Abşeron filialının hazırlanmasında çox yaxından iştirak edir. Bugün də o filialın rəhbəridir. Mən diqqət eləyirəm, qısa bir müddətin ərzində o öz çevrəsində, orada onların gözəl bir şəraiti də var Sumqayıtda. Gözəl bir kollektiv yığıbdır. Bugün buraya təqribən 10'a yaxın aşıq yığmışıq. Amma onun çevrəsində olan aşıqların sayı indiki halda 20'ye yaxındır. Zaman-zaman digər ifaçılarda dəvət eləyəcəyik. Bu yerdə Çərkəz salamlayırıq və onunla Balabancını da birinci dəfədir görürsünüz. Belə birinci dəfədir ki, keçən dəfə də görmüşdünüz. Yəni bundan sonra tez-tez gələcəksiniz. Sahib İmran oğlunu, böyük sənətkarımız İmran Həsənovun oğlunu, o da Balabanından gəlib Sumqayıtda tez-tez məşq edirlər. İnşallah sənətin orada pərvazlanması və yeni üfüqlərə yönəlməsində hər ikisinin böyük rolu olacaq. Meydan sizindir, istəyirəm ki, elə bir halda ki, ustad aşığımızdır, Çərkəz bir təzin savası oxusun, görək ki, Sumqayıtımızda təzin savasının meydanı necə görünür. Sinemen hayatın atan Əzzinəm hayata yok dermanım hayata Başım della derinde sözüm yetmir hayata Hele kaşın güreşidin ey camalın cimdi Cemal'ın cimdi ne güzel yazılır hayat hayata Ele bülbül edin ey kondun geyri dala sen Bülbül edin ey kondun geyri dala sen Benim kimin eyken behline dalasan Erzingem ey dala sen Kara zülfün ey dala sen Elif olan kendimi gönderirsen ey dala sen Mecnun kimin eymeni saldın dala sen Hele haraba kündünden atan atan Hele Mecnun kimin Aylele saldın beni dala sen Haraba kündünden hayat hayatım
semendinden iner hey. Merdi gitler miner ayata ata. Ele namerd olan hey. Aylala semendinden iner hey. Merdi gitler miner ayata ata. Çox var olasan, çərkəz elə çaldın, oxudun, elə bildim Sumqayıtdan, yox, Qazaxdan, Borçalıdan gəlibsən. Yəni birbaşa sənət ocağının özündən bu keyfiyyəti qorumaq lazımdır. Böyük bir ustadın sözünü oxudun, Hüseyin Bozalqanlının və təzin savası, cığalı təziniz. Bu keyfiyyətlər elə keyfiyyətlərdir ki, o artıq bir ocağın əmələ gəlməsinə şərait yaradacaq. Zaman içərisində mən düşünürəm ki, Sumqayıt, Abşeron bölgəsindən bu yolu davam elətdirən yeni nəsillər gələcək. Mən eşidirəm, görürəm də, mənə soraq verirlər ki, hər gün sizin oradakı otağınızda, o şərait olan yerdə aşıqlar cəmləşirlər, belə ifaları biri-birinə ötürürlər. Bunun rolu çoxdur. Bu milli ruhun qorunması yoludur. Milli ruhun təlqin olunması yoludur və bu maarifçilik işini gördüyünüzə görə ürəkdən təşəkkür edirəm. Uğurlu yolunuz davam eləsin. Var olun. Əvvəlki 10 illiklərdən çox yaxından tanıdığım bir gözəl sənətkarımız var. Zərgər Abbas. Abbas Zərgər də deyirlər, Zərgər Abbas da deyirlər. Mən daha çox Zərgər Abbas deyirəm. Çünki o adam sözün zərgərliyi ilə, sənətin incəliyi ilə çox yaxından məşğul olur. Və gözəl aşıq olubdur. Bugün yaşı çoxalıb artıq. Amma gözəl şairdir, çox mükəmməl bir şairdir. Onun şeirləri zaman-zaman aşıqlarımızın sinəsindədir və məclislərdə də hər kəsin ürəyindən xəbər verir. Bugün ustadı salamlayırıq, Sumqayıtda yaşayır və onun şeirini Sumqayıtdan gələn, yəni həmin filialdan gələn istedadlı bir aşığımızın Ceyhun Nağıyevin ifasında eşidəcəyik, Orta Sarıtelin üstündə. Ceyhunun əsli kökü Tovuza bağlıdır, amma Sumqayıtda artıq sənət meydanındadır və sənətində əsrik dərəsindəki o ab-havanı göstərəcək, o birisi Tozda onunla berrekdə görək nə edirlər. Buyursun sahib də qoşulsun.
Aşıq Ceyhun, sənin orta sarı telin orta olmadı. Əla sarı tel oldu. Var olasan, belə saxla. Sənətin yolunu bu cür davam elətdir. Həm Sumqayıt Abşeronda, həm də bütövlükdə Azərbaycanda öz sənətinlə sənət kimliyini sübut eləyə bilərsən, var olasan. Sağ ol müəllim. Bu saat Sumqayıt Abşeron filialında çox maraqlı ifaçılar gəlir, gedir və yetişirlər. Onlardan bir qismi də xanım aşıqlarımızdır. Xanım aşıqlarımız əlbəttə ki, bunların müəyyən təhsil alanları var. Bir qismi də orada yetişməkdədirlər. Məsələn, indi qarşınıza çıxan Əfsanə Cəlilova Milli Konservatoriyanı bitirib. Amma onun musiqi biliyi, musiqi sənətindən bağlı incə keyfiyyətləri olduqca çoxdur. Və bilmək istəyirik ki, gələcəkdə Sumqayıt çevrəsində, Abşeron çevrəsində yeni nəsil xanım aşıqlarının ərsəyə gəlməsində əfsanənin xidməti ola bilər. Çünki o yaxşı müəllimdir və müəllim keyfiyyətlərini mənimsədəcək. Bugün gözəlləmə havası üstündə sazla bağlı sözlər oxuyacaq və saza bağlılığını ifadə eləmiş olacaq. Qardaşımız Vaqif dəstək versin görək. Asimleri şimşek sazım, asimleri şimşek sazım. Er oğullar vefadarı, er oğullar vefadarı, eğilmeyen bilek sazım, eğilmeyen bilek sazım. Umut verip umutlanan, umut verip umutlanan, elden ayrı bulutlanan, elden ayrı bulutlanan. Dedeleşen gorgutlanan, dedeleşen gorgutlanan, ruhumuza dilek sazım, ruhumuza dilek sazım. Dedem Gorgut dastan yazan, dedem Gorgut dastan yazan, tarihlere versin nizam, tarihlere versin nizam. Kükreyanda deli ozan, kükreyanda deli ozan, kövrelende ürek sazım, kövrelende ürek sazım, kövrelende ürek sazım, kövrelende ürek sazım. Əfsanə var olasan, mən deyim ki, mən çox diqqət yetirdim. Gözəl barmaqların var, səsin də şakıraqdır.
sən həm gözəl ifaçı olacaqsan, gözəl də bir müəllim olmağını düşünürəm və yeni nəsil aşıqların ərsəyə gəlməyində sənin rolun çox ola bilər. Yəqin ki, Sumqayıt filialının zaman-zaman bu səsin, sorağın və sədan bizə xoş bir əhval gətirəcək. Var olasan. Çox sağ ol. Sumqayıt Abşeron çevrəsində ağsaqqal aşıqlarımız da gəzib dolaşmaqdadır. Onlardan biri də Nərman Aslanoğludur. Nərman öz səsinə görə klassik ənənəni də daşıyır və həm də özünə məxsus boğazlar eləməyə meyillidir. İndi ifasında görəcəksiniz. Mən də Nərmandan xahiş eləmişəm ki, onun repertuarı çox genişdir və zəngindir. Məsələn, olduqca çoxlu təznistlər bilir, olduqca çoxlu divanilər bilir. Özü də şeirlər yazır, özünün də maraqlı ifaları var. Və istəyirəm ki, o öz keyfiyyətlərini yeni nəsil aşıqlara da öyrətsin. O da bizə söz veribdir. İndi bir Dədə-baba Hüseyni havasını, Hüseyin Şəmkirlinin havasını qardaşımız sahiblə birlikdə təqdim eləyəndə görəcəyik ki, səsində və ifasında hansı keyfiyyətlər var. Buyur.
yaxşı yigit yaman etmez adını. Çünkü yaman addan ay ölüm yaxşıdır, ölüm yaxşıdır, ölüm yaxşıdır. Yeri 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 kız bize gedək. Yeri 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 kız bize gedək. Öyümüzə gəlməsən av, gəlsinə gedək, gəlsinə gedək, gəlsinə gedək. Açıq Nərman var olasan, yaşın 70'ini adlamışsan, səhv eləmirəmsə 72-73'dür yaşın. 70'ler kesmişəm. Olsun. Ya bu yaşta, bu Hüseyninin o ayak hissəsində o boğazları getmək, o zəngilələri getmək hünər istəyirdi, onu da gerçəkləşdiriniz. Sazla balabanın da maraqlı değişməsini ikiniz ortaya koydunuz. Teşekkür edirəm, var olasınız. Yəqin ki, diqqət yetirirsiniz. Aşıqlarımız ustad sözləri oxuyurlar. Böyük ustadların, Xəstə Qasımın, digər aşıqlarımızın, Hüseyn Bozalqanlının, o cümlədən indi görəcəksiniz, Hüseyn Şəmkirlinin də sözləri oxunacaq. Elə sözlərdir ki, sözlər kifayət qədər tutarlı sözlərdir və çox geniş yayılmış sözdür. Bir havada Hüseyn Şəmkirlinin başqa bir şeirinin üzərindədir, amma aşıqların, ustad aşıqların dediyinə görə o havanı da elə Hüseyn Şəmkirli yaradıbdır. Bayramı havasını. O da onun məşhur bir sözünün üstündədir. Ağ gül, qırmızı gül, illah sarı gül. Mirzalı qardaşımız buradadır. Mirzalının ifasında onu dinləyəcəyik və balabançımız da ona dəstək verəcək. Buyursun qardaşımız. Ah yare ay aman, yarın bahçasından üç gül atılır aman. Al gül, kırmızı gül, illah sarı gül, illah sarı gül, illah sarı gül. Her üçü de birbirinden öymeli neynin. Her üçü de birbirinden öymeli. Al gül, kırmızı gül, illah sarı gül, boygadan alem, mengadan alem. Dedim al gül, kırmızı gül, illah sarı gül, ay aman ölürem. Akarlı dağlar, kalbim kan ağlar, daha gelen gönlüm zamanlık çağlar. Dedim o ağ gülün kapısından bakmalı neyim. Kızıl gülü yardasına takmalı, ben sana neyim. Sarı gülü deste tutup kokmalı. Al gül, kırmızı gül, illah sarı gül, illah sarı gül.
Aşıq Mirzalı Umudov maraqlı bir yoldan oxudu. Ənənəvi bayramından biraz da fərqli bir yol oxudu. Mən deyim ki, bu da bir maraqlı ifa tərzidir. Bunu da belə qəbul eləmək lazımdır. Burada ən çox diqqət çəkən nədir? Aşıq Mirzalı ənənəvi oxuda ki, ağ gül, qırmızı gül, bir də sarı gül ki, yayılıbdır. Vaxtilə elə bilirdilər, illah sözü Allah sözü mənasındadır. Sovet dönəmində illah sözünü ləğv eləmişlər. Halbuki orada illahın Allahla heç bir əlaqəsi yoxdur. Xüsusən deməkdir. Ağ gül, qırmızı gül, illah sarı gül, yəni xüsusən də sarı gül. Çünki orada dastan var. Hüseyin Şəmkirinin İbrahim dastanının içərisində onun qarşısına gözəllər çıxardırlar və gözlərini də bağlayırlar. O gözəllərin biri ağ geyimdə olur, biri qırmızı, biri sarı geyimdə. Bunun sevdiyi gözəl sarı geyimdə olur. Ona görə də onu fərqləndirmək üçün deyir ki, ağ gül, qırmızı gül, illah sarı gül, xüsusən sarı gül. Onu da sən çox düzgün Dədə Baba yolunda oxudun, var olasan. Mən bayaq dedim, ifalarda ən çox diqqət çəkici cəhətlərdən biri ustad sözlərinin oxunmasıdır. Həm də elə havalar oxunur ki, yəni sıradan havalar deyil, havaların böyük əksəriyyəti və indiyə qədər də gördünüz, bundan sonra da görəcəksiniz. Çox salqarlı havalardır. Elə havalardır ki, saz söz məclisində ortaya qoyulub və deyirsən ki, bu havanın üstündə oxu. O mənada Sumqayıt filialının, yəni Sumqayıt Abşeronundan gələn aşıqlarımızın məhz elə havalara yönəlməsi də çox diqqət çəkicidir. İnşallah bu oradakı inkişafa, yəni sənət inkişafına yaxşı bir təkan olacaq. Həvva Nəsibli buradadır, Sumqayıt filialındakı xanım aşığımız. O da maraqlı bir hava ilə çıxış eləyəcək, Naxçıvanı havasında. Bu havanın içərisində də ustad sözü yenidən yer alacaq, Aşıqalının sözləri və görəcək ki, bu sözlərlə havanın uyuşumunda hansı keyfiyyətlər ortaya çıxır. Sahib qardaşımız balabanıyla hazır durub. Meydan sizindir.
düştü tozlu yollara. Aşıqanı düştü tozlu yollara. Yolum düştü Al Osman'a. Decilen ay balam, decilen ay sonam, decilen. Deyim sazaya derdimi. Deyim sazaya derdimi. Sazdan alın deyim size. Derdimi ay eller, derdimi ay eller, derdimi. Çox var olun, elə bu cür ustad sözlərinə söykənmək lazımdır və onu da təbliğ eləmək lazımdır. Çünki böyük sənətkarlar indiki aşıqların ifasında daha çox yayılmalıdır və xalqımız tanımalıdır. Var olun, təşəkkür edirəm. Sumqayıt Abşeron bölgəsində şübhəsiz ki, istedadlarımız çoxdur, amma ən çox diqqət yetirdiyimiz istiqamətlərdən biri gənclərdir. İndi qarşınızda görəcəksiniz Şəhriyar Şahverdi. O Abşeron bölməsinə rəhbərlik eləyir və Abşerondakı yeni nəsillərin ortaya gəlməsinə söz verib ki, böyük miqyasda işlər görəcək. Yaxın gələcəkdə orada da bizim diqqətimizdə olan tədbirlər olacaq və görəcəyik ki, yeni nəsil aşıqlarının ərsəyə gəlməsində Şəhriyarın hansı işləri olacaq. Amma özünün barmaqlarına söz yoxdur, səsini ruhanidən eşidəcəyik. Meydan ruhaninindir.
Şəhriyar Şahverdi iki ustaddan, Azman Ədalət Nəsibovdan və ustadımız Ədalət Dəlidağlıdan mübarək dərs almışsan. Halalın olsun. Yolunu bu cür davam elətdir və arxanca yeni nəsillər gəlsin. Var olasan. Gəlib verilişimizin sonuna doğru yaxınlaşmışıq. Amma gözəl bir ifa ilə sağollaşmaq istəyirik. Şübhəsiz ki, gördüyünüz ifalardan əlbəttə uğurlu cəhətləri olduqca çoxdur. Təkmilləşməli cəhətlər də var. Bununla belə düşünürəm ki, yaxın gələcəkdə Sumqayıt Abşeron filialı, yəni Azərbaycan Aşıqlar Birliyinin bu filialı çox maraqlı ifaçılarıyla həm Azərbaycanımızda, həm də elə beynəlxalq miqyasda tanına biləcəklər. Hətta indiki səsdən də görəcəksiniz. Famil Mikailov, onun səsində, ifasında da unudulmaz bir hava səslənəcək. Mirzəcanı, sözlər də elə unudulmaz olacaq. Başına döndüyüm toy adamları, siz də deyin, toya gələn oynasın. Meydan sizin. Başına döndüğüm toy adamlara, siz de deyin toya dele gelen oynasın. Ay adını demirem elden ayakta. Adını demirem elden ayakta. Filan kesin kızı dele, filan oynasın, balam oynasın, sana oynasın, sana oynasın. Ay filan kesin kızı dele, filan oynasın, yeri ceylan, yeri terlanım, ben kazanalım. Başına döndüğüm toy adamları, siz de deyin toya gelen oynasın. Ha, adını demirəm eldən ayıbdır. Adını demirəm eldən ayıbdır, filan kəsin qızı filan oynasın. Ay duman gəlib dağ başını bürüdü. Duman gəlib dağ başı
əyləşənin biridir. Bu məclisdə əyləşənin biridir. Yaşımağın altından gülen oynasın, balam oynasın, sonam oynasın, canam oynasın. Duman gəlib dağ başını bürüdü. Yar qəhrin çəkməkdən canım düşürüdü. Həyə bu məclisdə əyləşənin biridir. Yaşmağın altından gülen oynasın. Şəmşiri Hüseynəm eylərəm fəqan. Ay Şəmşiri Hüseynəm eylərəm fəqan. Yaş yerinə didələrim tökər qan. Hem şirindi, hem güzeldi, hem zavallı. Ay hem şirindi, hem güzeldi, hem zavallı. Beni bu dertlere dele salar oynasın, balam oynasın, sonam oynasın, salar oynasın. Beni bu dertlere dele salar oynasın, yeri ceylanım, yeri terlanım, ben kazanım. Şəmşir Hüseynəm eylərəm fəqan. Yaş yerinə didələrim tökər qan. Həm şirindir, həm gözəldir, həm cavan. Məni bu dərdlərə salan oynasın. Məni bu dərdlərə salan oynasın. Ustadlara rəhmət, sizlərə can sağlıq. Çox təşəkkür edirəm, var olasan. Şübhəsiz ki, Sumqayıtdan bu səsin sahibi oxuduğu zaman və televiziyadan səslənəndən sonra ifa Laçın Qubadlı dağları dedi ki, o bu torpağın oğludur. Günün birində gəlsin bu gil çiçəyin arasında, bu gözəlliklərin arasında toy düyünlərdə iştirak eləsin. Yenidən xoş günlərdə görüşmək arzusundan. Sağ olun, Allah amanında.